Təhsil həyata hazırlıq deyil, təhsil həyatın özüdür. Bu sözlər Amerikalı filosof, pedaqoq və təhsil islahatçısı John Dewey aiddir. Salam, hər vaxtınız xeyir olsun. Mən Əminət Diqanayeva, EDSB kanalıma xoş gəldiniz. Bugün mən təhsilin Freudu adlandıra biləcəyimiz John Dewey'nin təhsilə təhlifələrindən danışacağam. Ona görə təhsilin Freudu adlandıra bilərik ki, təhsildən söhbət getdikdə o adı ən çox çəkilən insanlardan biridir. John Dewey pragmatist, progressivist, pedaqoq, təhsil islahatçısı və filosof idi. Onun təhsilə verdiyi ən böyük töhfə sosial öyrənmə ideyasıdır. O deyirdi ki, məktəb təbii sosial mühit yaratmalıdır və uşaq ancaq belə bir mühitdə daha yaxşı öyrənə bilər. Dewey şagirdlərin maraqlarının dərsdə nəzərə alınmasının tərəfdarı idi. Xüsusilə də kiçik yaşlı uşaqlar üçün məktəbin onların inkişafına uyğun təşkil olunmalı olduğunu qeyd edirdi. Dewey düşünürdü ki, insanlar dünyanı yaxşı bir yerə çevirə bilər və dünyanı daha yaxşı, daha yaşanıla bilər bir yerə çevirmək üçünsə yol sosial islahatdan və təhsildən keçir. Dewey təhsilin düşünən, analiz edilə bilən, başqalarıyla empatiya qura bilən insanlar yetişdirməli olduğunu düşünürdü. Baxmayaraq ki, o standart dərslərə və əzbərçiliyə qarşı idi, həmçinin şagirdin maraqlarının nəzərə alınmasının tərəfdarı idi. Dewey deyirdi ki, şagirdlərin süzgəcdən keçirilməmiş maraqlarının tamamilə nəzərə alınması düzgündür. Bundan əlavə, təhsildə sorğu metodunun istifadə olunması da Dewey'nin adı ilə bağlıdır. Belə ki, bu metodda şagird sorğulayır, fərziyyə irəli sürür və həmin fərziyyənin doğru olub-olmadığını təcrübələ keçirərək öyrənir. Ümumi götürdükdə, Dewey'nin təhsillə bağlı əsas ideyalarını aşağıdakı formada qruplaşdırmaq olar. Birincisi, qruplarla iş çox önəmlidir, çünki qruplarla işləmək uşaqlara, insanlara digər insanların fikirlərini öyrənməyi, onların gözləri ilə dünyaya baxmağı öyrədir. Qrup işi öyrənmə və inkişaf üçün ən yaxşı yoldur. Çünki bu yalnız intellektual bacarıqlar deyil, həmçinin də sosial bacarıqları inkişaf etdirir. John Dewey həmçinin pasiv öyrənməyə qarşı gəlirdi. Yəni, təhsil daha çox şagird mərkəzli olmalıdır və şagirdlər tədrisin aktiv iştirakçıları olmalıdır. Əks halda uşaqların öyrəndikləri material səthi qalır. Dərsə gətirilmiş tapşırıqlar, fəaliyyətlər uşaqları emosional şəkildə maraqlandırmalı və onların aktiv şəkildə iştirakını təşviq etməlidir. Eksperimental öyrənmə adı ilə tanınan, Azərbaycan dilinə tərcümə edərək öyrənmə də məhz John Dewey'nin adı ilə bağlıdır. Düşünsək ki, John Dewey hal-hazırda müasir siniflərin hər hansı birinə qonaq gəlib, böyük ehtimal onun fikirlərini nəzərə alacaq olsaydı, onun fikrincə yaxşı dərs modeli belə olardı. Əvvəlcə şagirdlər müəyyən şeyləri təcrübədən keçirməli, onun haqqında qeydlər götürməli və ən sonunda da dərsin sonuna doğru həmin qeydlər üzərinə müzakirə aparmalı olardılar. Müzakirələr uşaqları demokratik cəmiyyətə hazırlayır. Yəni, mübahisə etmədən müzakirə eləməyi, qarşı tərəfi dinləməyi öyrədir. O, şagirdlərin real həyatda baş verən hadisələri, problemləri sinifə gətirərək, sinifdə həll edərək öyrənməsinin tərəfdarı idi. Ona görə uşaqları kiçik yaşdan, kiçik yaşlı məktəbdəki uşaqları həyata yad olan, onlara tanış olmayan mövzularla yükləmək düzgün deyil. Bu videoda biz John Dewey'nin təhsilə gətirdiyi yenilikləri və təhsillə bağlı fikirlərini qısa olaraq nəzərdən keçirdik. Ümid edirəm faydalı və maraqlı bir video oldu. Növbəti videolarda görüşənədək hələlik.